Bu həftə Amerikada açıqlanan inflyasiya göstəricisi və federal ehtiyatlar sisteminin sərt monetar siyasəti dolların digər valutalar qarşısındakı mövqeyini zəiflədib. Qiymət dəyişikliyi daha çox avro-dollar cütlüyünün məzənnəsində özünü göstərib. Dünya valyuta birjaları ilə tanış olduqda isə Avropada biz avro-dollar məzənnəsinin cari həftə ərzində 1 dollar 0,7 sentə kimi bahalaşmasından sonra yenidən ucuzlaşdığına şahid oluruq və əlavə olaraq məzəndən 1 dollar 0,5, 1 dollar 0,4 sentə kimi də ucuzlaşa bilər. Enerji bazarlarında neftə olan tələbin yüksək olması isə qara qızılın son bir ayda 15% bahalaşmasına səbəb olub. Enerji bazarlarında isə neft futureslərinin biz cari həftə ərzində 55-56 dollar aralığında ticarət olduğunu şahid oluruq və əlavə olaraq 57 və 58 dollar kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Ümumiyyətlə uzun müddətli perspektivdə isə beynəlxalq təşkilatların, maliyyə qurumlarının qiymətlərin 50-60 dollar aralığında dalğalanacağını bildirirlər. Qızılın unsiyası da dolların ucuzlaşması fonunda 1289 dollara yüksəlib. Qiymətlərin 1300 hətta 1350 dollara kimi də bahalaşacağına dair proqnozlar isə treyderlərin daha çox qızıla yatırım etməsinə səbəb olub. 3 ilə yaxındır ki, maliyyə ticarət birjasında əməliyyatlar eləyirəm. Əsasən bir çox alətdə əməliyyatlarımı yerinə yetirirəm. Üstünlüyüm qızıldadır, çünki son zamanlarda diqqət etsək, volatilliyin artmasını nəzərə alsaq, treyderlər yaxşı gəlir əldə edə bilərlər bu əmtə vasitəsilə. Son illər ölkəmizdə investisiya bazarının inkişafı investorları etibarnamə əsasında kapitalın idarə edilməsi xidmətinə yönəldib. Xidmət vəsait sahiblərinə maliyyə bazarından sabit gəlir əldə etmə imkanı verir. Investaz investisiya şirkətinin sizə təqdim etdiyi aktivlərin idarə olunma proqramında məhz hər bir investorumuz istənilən zaman investor otağına daxil olmaqla investisiyalarının hal-hazırdakı olan durumu, sərbəst olaraq daxil olub maliyyə hesabatlarını izləmək imkanı əldə etmiş olur. Onun yatırım etdiyi investisiyalarının məhz hansı bu dəqiqə aktivlərə yönəldiyini və maliyyə bazarlarında durumu və hal-hazırdakı investisiyasının idarə olunması haqqında tam bilgini almış olur. Bu zaman portfel üzrə gəlirin əldə olunması və investisiyaların müddəti sərmayəçinin istəyinə uyğun olaraq müəyyənləşdirilir.